وعلى أهل بيته الطيبين الطاهرين سيما بقية الله في الأراضين بهم نتولى ومن أعدائهم نتبرأ إلى الله ولعنة الله على أعدائهم أعداء الله إلى يوم لقاء الله. أما بعد عباد الله، أوصيكم ونفسي بتقوى الله. قال أمير المؤمنين عليه السلام: إن للتقوى علامات، الخوف من الجليل والعمل بالتنزيل والقناعة بالقليل والاستعداد ليوم الرحيل. Hər şeydən əvvəl və hər sözdən öncə həm özümü və həm siz əzizləri təqvaya dəvət eləyirəm. Hər cümə namazında və hər cümənin iki xütbələrində bu mühüm əmələ sifariş olunub ki, xətiblər insanları dəvət eləsinlər. Təqva barəsində çox hədislər var, çox ayələr var. Mən burada istəyirəm bugün bu ayın şəhidi Ağa Əmir el-Müminin əleyhissalamın mübarək dilindən olan, rəvayət olunan bir hədisi siz əzizlərin nəzərinə çatdırım. Ravi deyir, Əmir el-Müminin əleyhissalam təqva barəsində belə buyurur. Həzrət buyurur ki, təqvanın neçə dənə əlaməti var ki, əgər bu əlamətlər insanda olsa, o insan bilər ki, əhli təqvadır. Birinci əlamət əl-xawfu minəl-cəlil. Budur ki, Allahdan insan hesab aparsın. Allahdan qorxmaq bu mənaya ki, Allah təbarək və Teala buyuran əmirləri yerinə yetirsin və qadağan eləyən işlərdən özünü qorusun. Birinci əlamət budur. Vəl-əməlu bit-tənzil. İkinci əlamət odur ki, Allah göndərən kitaba, Allah göndərən ayələrə əməl eləsin. Özdə bütün ayələrinə nu'minu bi bə'zin və nəkfuru bi bə'zin. Allah təbarək və Teala Quranda buyurur ki, bəzi insanlar Quranın bəzi ayələrini əməl eləyirlər, iman gətiriblər, bəzilərinə əməl eləmirlər. O ayələr ki, onların mənfəətləri ilə uyğundur, o ayələrə əməl eləyirlər. O ayələr ki, onların mənfəətlərinə uyğun deyil, o ayələrə öz dilimizlə desək, don geydirirlər. Burada Allah mümkündür, bunu istəmir, belə deyirlər. Vəl-qənaətu bil-qəlil. Və insan təqvanın bir əlaməti də budur ki, insan qane olsun, ona Allah təbarək və Teala tərəfindən çatan ruziyə qane olsun. Bir əməli də, bir əlaməti də budur. Vəl-istidadu liyevmir-rəhil. Özünü hazırlasın o köçən gün üçün. Yəni o köçən gün ki var onun qabaqda, özünü onun üçün hazırlasın ki, bu barədə çoxlu söhbətlər eləmək olar. Mən o söhbətləri burada eləmirəm. Mübarək Ramazan ayının günlərini yaşayırıq. Böyük rəhmət ayıdır. Əgər insan, hədisdə var ki, əgər insan bilsə ki, Allah təbarək və Teala bu mübarək ayda, bu Ramazan ayında ona nə savablar verir, o heç arzulamaz, heç istəməz ki, mübarək Ramazan ayı qurtarsın. Yəqinən bu neçə günlər ki, bugün 6-cı günüdür mübarək Ramazan ayının, bu neçə günlərdə bu məclislərdə əziz ustadlar, xətiblər mübarək Ramazan ayı barəsində söhbətlər eləyiblər ki, mübarək Ramazan ayının barəsində nə qədər də danışsın, insan nə danışan yorular, nə eşidən yorular və insan doymaz. Mən bir dənə hədis istəyirəm mübarək Ramazan ayının barəsində ki, mübarək Ramazan ayı nə aydır və Allah təbarək və Teala nə nemət bizə verib, nə minnət bizim boynumuza qoyub, o hədisi oxuyun və inşallah birinci xütbədə sözümü mən qurtarım.
Mübarək Ramazan ayında Mən la yəhzuruhul fəqih kitabında Həfs ibn Qiyas-ın Nəxəidən rivayət olunub ki, İmam-ı Cəfər Sadiq əleyhissalamdan deyir, mən eşitdim ki, İmam-ı Cəfər Sadiq əleyhissalam buyurdu ki, mübarək Ramazan ayının orucunu Allah təbarək və taala qabaqki ümmətlərə vacib eləməmişdi. Ravi deyir, mən sual elədim ki, yəbnə Rəsulillah, ay Allahın Peyğəmbərinin övladı, bəs Allah təbarək və taala ki, bu ayədə buyurur, Əuzu billahi minəşşeytanirracim, Ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum leallekum tettaqun. Bu ayə Allah təbarək və taala buyurur Quranda ki, ey insanlar, ey iman gətirənlər, Allah təbarək və taala sizlərə orucu yazdı, vacib elədi. Necə ki sizdən qabaqçılara yazmışdı. Bu ayənin onda mənası nədir? İmam-ı Sadiq əleyhissalam buyurur ki, qabaqki ümmətlərə Allah orucu vacib eləməyib. Ravi bu ayəni gətirir və soruşur İmam Sadiq əleyhissalamdan. Həzrət ona belə cavab buyurur ki, qabaqki ümmətlərin peyğəmbərlərinə vacib eləmişdi orucu. Və Həzrət buyurur, Fəzzalallahu bihi hazihil ümmə. Allah təbarək və taala və cəalə siyamahu farzan ala Rasulillah sallallahu aleyhi və alihi və səlləm və ala ümmətihi. Amma Allah təbarək və taala bu ümmətə, axirə zaman Peyğəmbərin ümmətinə fəzl-ü kəramət inayət eləyib və bu neməti həm Peyğəmbərə, axirə zaman Peyğəmbərə vacib eləyib və həm də onun ümmətinə vacib eləyib. Bəs bu hədisə əsasən biz görürük ki, Allah təbarək və taala mübarək Ramazan ayını böyük bir nemət bizlərə əta eləyib. Böyük bir mərhəmət bizə verib. Yəni bu ki biz oruç tuturuq, bizim minnətimiz kimin boynunadır? Məsələn, hələ bir deyək, məsələn, Allah belə vacib eləyib, mən də bu vacib orucu tuturam, bəs onda elə mənim... Yox, Allah əksinə minnət qoyub bizim boynumuza, bu orucu bizə vacib eləyib. Əgər bu oruc bizə vacib olmasaydı, biz mübarək Ramazan ayında oruç tutmasaydıq, o savabları ki, siz mübarək Ramazan ayının barəsində neçə günlərdə eşidirsiniz, keçən illərdə də eşitmişsiniz, buna biz necə nail ola bilərdik? Heç cür. Onun yolu budur ki, mübarək Ramazan ayında, bu ki, Allah buyurur, mən sizi qonaq çağırıram, bunun özü bir minnətdir. Allah təbarək və təala. Bizi indi adi bir adam, məsələn, biz bir-birimizi qonaq çağıranda, yaxşıdır insan orucluqda, neynəsin, başqasına iftar versin. Hətta məsələn, az da olsa belə bu barədə eşitmişsiniz. Qonaq çağıranda birini insan sevinir. Deyir, məni saydı qonaq çağırdı. Məni məsələn hörmət elədi, məni qonaq çağırdı. İndi siz təsəvvür edin, Allah bizi qonaq çağırıb. Görün nə qədər minnət qoyub boynumuza. Nə qədər bizi ucaldıb, nə qədər bizi sayıb bu ayda. Bəs Allahın minnəti və rəhmətidir ki, bu ayı bizə neyniyib, qismət eləyib, oruç tutmuşuq və Allaha şükür olsun ki, Allah təbarək və taala bu ayın orucundan bizi binəsib eləməyib. Başqa bir hədis İmam Məhəmməd Baqir əleyhissalamdan rəvayət eləyirlər ki, o həzrət də Peyğəmbərdən rəvayət eləyir bu hədisi. Buyurur, bir gün Peyğəmbər bu Qədr gecələrinin barəsindədir. Allah inşallah Qədr gecələrini dərk eləməyi və o gecələrin feyzindən bəhrəmənd olmağı, bəhrələnməyi bizlərin hamımıza, özümüzə, ailəmizə, övladlarımıza iltimas dua eləyənlərə, cəmi ürəyi olanlara inşallah nəsib eləsin. Bu hədis
o barədədir. İmam Muhammed Baqir əleyhissalamdan rəvayət eləyirlər ki, Həzrət buyurdu ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Ərəfatdan qayıdırdı. Allaha and verirəm izzət-i cəlalı ehtiramı xatirinə. Allah təbarək və taala bu qədir gecələrində hamılarımız üçün inşallah həcci ziyarət eləməyi müqəddər eləsin və bizi üçün inşallah bu il həcci ziyarət eləməyi namə əməlimizə yazsın inşallah. Buyurur Həzrət Ərəfatdan qayıdırdı. Ərəfatdan qayıdırdı Minaya tərəf. Bilirsiniz ki, onlar ki, həcdə olublar, bilirlər də, Ərəfatdan sonra gəlirsə Minaya tərəf. Mina ilə Ərəfatın arasında demək olar təqribən elə Minanın daxilindədir. Bir məscid var, Xif adında, Məscid-i Xif. Ora gedənlər ziyarət eləyiblər. Məxsən ömrədə lab rahatdır, gedib insan neynir, oradan ziyarət eləyir, orada namaz qılır. Həzrət buyurur, gəldi bu məscidə, əyləşdi, insanlar da oturdular onun kənarında. Qədir gecəsi barəsində Həzrətdən sual elədilər ki, Qədir gecəsi nədir, necə onu dərk eləmək? Peyğəmbər bu cür cavab verdi. Həzrət buyurdu ki, bilin, hər kim bu ayı dərk eləsə, sağlam canla, sağlam vəziyyətlə, çox adam mümkündür bu ayı dərk eləsə, amma xəstədir, oruç tuta bilmir. Allah düzdür, orucu götürüb o xəstələrin öhdəsindən. Xəstəyə, səfərə, ondan sonra zəif adama, ondan sonra yaşlı adama, onlar ki, oruç tuta bilmirlər. Allah onların öhdəsindən götürüb o vacibatı, onlara vacib deyil, oruç tutsunlar. Peyğəmbər buyurur, hər kim bu ayı dərk eləsə sağlam canla və onun oruclarını tutsa və bu ayın gecələrindən birazın, bir miqdarını neynəsə, dursa, ibadət eləsə. Bəzi şəxslər var, mən özüm məsələn tanıyıram, ən azından birini tanıyıram, bir adam ki, mübarək Rəməzan ayının bütün gecələrini yatmır. Yatmır. Niyə görə? Əlbəttə bu bəzi bizlərə aid deyil. Məsələn, sən işləyirsən, iş dalıysan gedirsən, səhər durursan məsələn 4-də. O adam məsələn imkanı var. O cür məsələn səhər də yatsa yatıb. Gecələr mən bir dəfə soruşdum, niyə görə? Dedi, axı bu gecələrin, bu 30 günün birindən Qədir gecəsidir. Mən elə bula 30 günü yatmıram ki, bilim nəqd eləyim ki, bu günü dərk elədim. Qədir gecəsini dərk elədim, əhya saxladım. Bəzi üləmanın haqqında var. Çünki Qədir gecələri ilin içində başqa günlərdə də ehtimal verilib. O cümlədən, məsələn, Nimə Şəban, Şəban ayının 15-ci günündə Həzrəti Vəli Əsr Əccalallahu Teala Fərəcəhü Şərifin anadan olan günündə ehtimal verilib bir neçə günlərdə. Bəzi üləmanın halətində var ki, 1 il yatmayıblar, ta yəqin eləsinlər ki, Qədir gecəsini neyniyiblər? Dərk eləyiblər. O qədər mühümmidir bu Qədir gecəsi. Çünki insanın həyatında böyük rol oynayır. Hər kim buyurur, bu ayın günlərin oruç tutsa, bu gecələrin dursa bəzi bir miqdarını ibadət eləsə, səhər yeməyindən qabaq, o başlandan qabaq durdu biraz ibadət elədi və gündəlik namazlarına müğayət oldu. Gündəlik namazlarını səhlənkarlıq eləmədi, vaxtında qıldı, namazı mühüm saydı və bu ayın cümə namazlarına sizin kimi gəldi və orucluq qutarandan sonraki səhər sübh namazın, bayram günündə bayram namazı qılacaqlar, bayram namazında iştirak elədi. Şəkkisiz, şübhəsiz bilsin ki, o Qədir gecəsini neyniyib? Dərk eləyib. Qədir gecəsini dərk eləyib. Bu aydan 6 gün keçib. Özdə görün, nə sürətlə keçir. 6 gün çox sürətlə. Mən dünən, bugün 6-cı günün duasını oxuyanda adam təəccüb edir. Bu 6 gün necə gəldi, keçdi? Əlbəttə, insanların ömürləri bu axır zamanlarda sürətlə keçir. O heç, sürətlə keçir. İnsan məsələn görürsən, 20 yaşı var, bir də ayıldı 40 yaşı var, bir də ayıldı 60 yaşı var. İndi 60-dan oyuna hər kim daha yaşasa qazanc eləyir. 60-dan bir nəfər var idi, mən 60-dan biraz yaşı var idi yuxarı, dedim Allah sənin ömür verir falan. Deyim, mənim üçün indi orada qayib yazırlar.
O zarafat elədi. Mən dedim, mənim üçün qayib yazırlar orada. Ömürlər indi qısalıb da, neyniydi da, indi belə olub. Allah hamılarımıza inşallah bərəkətli ömür nəsib eləsin. Əsas o ömrün bərəkətidir. Buyurur ki, bu günlər keçib gedir, amma qabaqda bizim fürsətlərimiz var. Hələ məsələn 24 gün deyə, 24 günümüz var və o 24 günün içində Qədir gecələri var ki, biz çalışaq özümüzü hazırlayaq bu qalan günlərdə o Qədir gecəsinə ki, neyini, o Qədir gecəsinin mənəviyyatından istifadə eləyək. Günahlarımızdan elə indidən istiğfar gözləməyək. Şəbi Qədr olacaq, istiğfar eləyəcək, tövbə eləyəcək, 70 dəfə əstəğfirullah deyəcək. Yox. Elə indidən Şəban, Rəcəb, zirək adam 5-6 ay bundan qabaq başlayır. Zirək adam ümumiyyətlə heç il boyu heç günah eləmir. Amma məsələn, fürsətimiz var, bu fürsətləri əldən verməyək, Qədir gecəsinin feyzindən inşallah binəsib olmayaq inşallah. Allaha and verirəm izzət-i cəlalı ehtiramı xatirinə. Allah təbarək və taala bu ayda öz övliyalarına, öz xalis bəndələrinə, öz yaxşı bəndələrinə hər nə nemət əta eləyir, bizləri də o nemətdən binəsib eləməsin inşallah. Allah təbarək və taala inşallah bu ayı sağ-salamatçılıqla axıra kimin onun ibadətində və itaətində olub, oruç tutanlardan bizi qərar versin inşallah. Allah təbarək və taala Qədr gecələrinin rəhmətindən, məğfirətindən, feyzindən bizləri binəsib eləməsin inşallah. Allah təbarək və taala dünyadan gedənlərimizi qəriq-i rəhmət eləsin inşallah. Allah təbarək və taala gözü bizdə olanlar, onlar ki gözləyirlər, bu ayda onlar üçün nəsə göndərək, dua eləyək. Allah təbarək və taala onların ruhların bizlərdən razı eləsin inşallah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim.